55 yaşlı Bakı sakini Hikmət Mikailov bir ildən çoxdur ki, özünə şəxsiyyət vəsiqəsi ala bilmir. Artıq 2 ilə yaxındır həbsdən çıxan Hikmət Mikailov deyir ki, şəxsiyyət vəsiqəsi almaq üçün döymədiyim qapı qalmayıb, lakin bugünə qədər heç bir yerdə müsbət cavab ala bilmirəm. Mən də Azərbaycan vətəndaşıyam, qalmışam vətəndaşsız. 11 il, 11 aydır mən vətəndaşlıq istəyirəm. Kağızı alsın, vəsiqəm, onu mənim üçün təmin eləmirlər. Azərbaycan vətəndaşı olan Hikmət Məlikov deyir ki, 2000-ci ildə törətdiyi cinayət əməlindən boyun qaçırmaq üçün ölkədən qaçaraq Rusiyaya gedib. 2 ildən sonra isə şəxsiyyət vəsiqəsini itirib. Rusiyaya gedər-getməz orada daha bir cinayət işi törədən Hikmət Mikailov bu ölkədə həbs edilib. Buradan sorğu elədilər Azərbaycanı. Gördüm, Azərbaycan vətəndaşıyam Rusiyada. Hələ o adımla, soyadımla məni həbs elədilər, bağladılar. 7 ildən sonra buraxılana yaxın sorğu elədilər, yəni gördülər, mən axtarışdıyım. Buraxmadım, mən ekstradisiya elədilər, Azərbaycana gəldim, 12 il 6 ayda burada cəzamı verdilər. Hikmət Mikailov həbsdən azad olunduqdan sonra şəxsiyyət vəsiqəsi almaq üçün aidiyyatı qurumlara müraciət edib. Lakin nəticə müsbət olmayıb. Tarandan sonra getdim Hasant xidmətə. Hasant xidmətə ki, vəsiqəni almaq istəyirəm. Və orada bütün sənədlərim düzəlmişdi. Göstərdim orada. Kompüterə vurdular, gördülər, adım yoxdur. Və mən oradan miqrasiya göndərdim. Miqrasiya getdim, dedilər bizdeydi. Boyun qaçırdılar. Dedilər, sizin necə, kompüterdə adım olmalıdır axı mən. Mən buranın vətəndaşı olmuşam, vətəndaşlıqdan çıxmamışam, ölməmişəm. Rusiya səfirliyinə göndərdilər məni ki, kağız al ki, oranın vətəndaşı. Onu da aldım ki, Rusiyanın vətəndaşı deyil. O kağızı da getirdim, göstərdim, xeyri olmadı. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, vətəndaş hər hansı yerdə qeydiyyatda deyilsə, qeydiyyata düşmək üçün ünvan yoxdursa, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəsmi qaydada müraciət etməlidir. Həmin müraciətə baxılıb müvafiq qərar verilə bilər. Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən isə bildirildi ki, iş aidiyyatı üzrə yönləndirilib. Günəş Rzayeva, Diana Cəlali, Çingiz Abdullayev, Space xəbər.